Martın 17-si yetkinlik yaşına çatmayan 3 rəfiqə evdən çıxıb və bir daha geri qayıtmayıb. Dobalifop az məlumat verir ki, valideynlərin sözlərinə görə yetkinlik yaşına çatmayan qızların telefonlarına zəng çatmasına baxmayaraq onlardan cavab ala bilmirlər. Sosial şəbəkə və istifadəçilərdən biri paylaşımında qeyd edib ki, qızlardan birinin anası onlarla əlaqə saxlayıb və qızların Əli adlı gənc oğlanla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində bir evdə qaldıqlarını bildirib. Əlinin səs yazıları var. Bu gənc oğlan qızların Dubaya və rayonlara müştəriyə göndərilməsi barədə anaya səs atıb, deyə paylaşımı edən şəxs əlavə edib. Oxur Azın əldə etdiyi xəbərə görə evdən çıxıb geri qayıtmayan qızlardan birinin anası müğənnidir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbus İbrahimov Oxu Aza açıqlamasında bildirib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadıkları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. Bundan öncə də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən edilərək tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.